Deməli, günlərin bir günü bir kəndin mollası ilə həmin kəndin ən avara avtobus sürücüsü rəhmətə gedir. İkisi də gəlib çatırlar cənnətin qapısına. Qapıda duran mələk siyahiyə baxır, sürücünü görən kimi üzü gülür, qapını taybatay açır. Buyur, buyur ay sürücü qardaş, cənnətin ən gözəl göyşəsi sənindir, keç başa. Molla bunu görüb öz-özünə fikirləşir ki, əgər bu sürücüyə belə hörmət qoyurlarsa, yəqin məni ömrü boyu ibadət edən adamı əl üstündə tutacaqlar. Mələk dönür mollaya, qaşlarını çatır və deyir, sən isə hələlik gözləməlisən, sənin işin çətindir. Molla dəli olur, papağını düzəldib qışqırır. Ay kişi, sən nə danışırsan? Mən ömrümün 50 ilini məsciddə cəmaata moizə oxumuşam, yol göstərmişəm. Bu sürücü isə bütün günü araq içib, siqaret çəkib, cəmaatı qırıb tökürdü dərə təpəyə. Necə olur o cənnətə gedir, mən qalıram. Ədalətiniz budur. Mələk gülümsəyir, əlini mollanın çiyninə qoyub deyir. Ay molla, məsələ çox sadədir. Sən məsciddə moizə oxuyanda cəmaat mürgüləyib yatırdı. Amma bu sürücü o köhnə avtobusu kənarların kənarı ilə sürəndə avtobusdakı bütün cəmaat Allaha elə sidq ürəkdən dua edirdi ki, sənin ömrün boyu elədiyin ibadət ona çata bilməz.